Salam əziz şagirdlər. Bugün yeni bir sual paylaşacağım sizinlə. Deməli, bu sualda bizə nə deyilir? K-nın hansı qiymətində kvadrat tənliyin köklərindən biri 3-dür? Biz bu tənliyi, yəni K-nı vietlə də istifadə edib tapa bilərik, amma ən rahat yolu tənliyin kökünü aparıb yerinə qoysaq, bizim cavabımız 0 olmalıdır. Yəni, bu nə deməkdir? K vurulsun 3-ün kvadratı çıxılsın 5 vur 3 çıxılsın 3 bərabərdir 0. 9K çıxılsın 18 bərabərdir 0. 9K bərabərdir. 18-i bərabərlikdən sağ tərəfə keçirdəndə işarəmiz dəyişir müsbət 18 olaraqdan. K da bərabərdir. 18-i bölsək 9-a. K da bərabərdir 2 alınır. Deməli, mənim K 2 qiymətində bu tənliyin köklərindən biri 3 olar.